forum iştirakçılarını salamlayıram, o cümlələrdə dəyərli qonaqlarımızı. Sualınıza gəlincə, ilk növbədə qeyd edim ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının məqsədi var, kollektiv sazişdir, 2023-2025-ci illəri əhatə edir və bundan sonra da 2 illik proqram əsasında yenidən bu müqavilə. Müqavilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında bağlanmış bir müqavilədir. Və bu müqaviləni düşünürəm ki, bütün təhsil işçiləri, əgər layiqli əməkdən danışılırsa və işçilərin hüquqi mənafelərinin qorunmasından danışılırsa, bu kollektiv sazişlə bütün ittifaq üzvləri tanış olmalıdır. Biz bu işi koordinasiyanı necə həyata keçirdik? Demək, hər bir məktəbdə ilk həmkarlar komitəsinin sədrləri var və sədrlərlə forumdan öncə bir təlimimiz oldu və orada hər kəsə bu kollektiv saziş təqdim olundu və müəyyən içərisində vacib məsələlər qeyd olundu. Bu, müvafiq həmkarlar komitəsinin rəy əsasında olmalıdır. Yəni, məktəb iclas keçirir və həmin iclasda müzakirə olunur ki, həmin adama öz hesabını, yəni sosial məzuniyyətin verilməməsi məsələsi. Hər iki tərəfin Elnur müəllim dediyi kimi həmişə götürənin, həm də işçinin maraqları nəzərə alınması. Burada müqavilələrin bağlanmasıdır, eləmi? Sonrasına əmək hüququna əməl olunması, sonra iş şəraitinin yaradılması. İş şəraitinin yaradılması dedikdə bu biraz geniş məfhumdur. İşçinin işlədiyi yer olmalıdır, çox yaxşı, məsələn, təbii işıqlandırılmış, eləmi? Yayda sərin, qışda isti, onun üçün bir şərait olmalıdır, yəni müəllim məsələmi? Onun müəyyən vəsaitlərlə təminatı olmalıdır ki, o işini layiqəcə yerinə yetirməlidir, yaradılmalıdır. Onun orada inkişaf potensialını görməlidir ki, layiqli əmək. Gələcəkdə onu böyümək həm vəzifədir, həm ki, məsələn, tərzdə layiqli əməyin bir, deməli, nasibçanın hissəsindən ki, deməli, tərzdə olmalı.